Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, Asan Radionun efirindən hər birinizi xoş gördük. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidəcəksiniz yaxın bir saat ərzində. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Asan Radio və Nazirliyin Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Oradan şərh bölümünə suallarınızı yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də mövzuya dair suallarınızı ünvanlaya bilərsiniz. Bugünkü mövzumuzsa radio monitorinq sahəsində yeni texnologiyaların tətbiqi və əlavə xidmətlərin təşkilidir. Studiyamızın qonağı var. Proqramımızın qonağı Dövlət Radio Tezliklər İdarəsinin rəis müavini Vüsal Kərimovdur. Vüsal müəllim, salamlayıram, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun. Mən də sizləri salamlayıram. Dəvət üçün təşəkkürümü bildirirəm. Həmçinin buradan bütün radio efirdən radio dinləyicilərini və sosial şəbəkə izləyicilərini salamlayıram. Çox sağ olun. Artıq rəqəmsallaşan bir dünyada yaşayırıq. Bütün sahələr bununla ayaqlaşmağa çalışır və bu rəqəmsallaşma Dövlət Radio Tezliklər İdarəsinə necə təsir edib? Orada əsas fəaliyyət istiqamətlərini necə tənzimləyir? Çox sağ olun. Alda xanım, bildiyimiz kimi bu günləri bəli rəqəmsallaşma bütün sahələrə öz təsirini göstərir. Əlbəttə bu bizim təkcə həyat tərzimizdə deyil, həmçinin dövlət qurumlarının funksional strukturlarını və fəaliyyət istiqamətlərini dəyişdirir, onların fəaliyyət istiqamətlərini genişləndirir. Dövlət Radio Tezliklər İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan strukturuna daxil olmayan dövlət müəssisəsidir, dövlət qurumudur. İdarə öz səlahiyyətləri çərçivəsində radio tezliklərin mülki məqsədlər üçün istifadə, nəzərdə tutulmuş radio tezliklərin təyini, onların istifadəsi, onların qeydiyyatı və uçotunun aparılması, həmçinin həmin radio tezliklərə radio nəzarət və radio monitorinq işlərinin aparılması, radioelektron vasitələrin elektron maqnit uzlaşmasının təmin olunması və bu istiqamətdə ayrılmış radio tezliklərin beynəlxalq koordinasiya işinin aparılmaqla həyata keçirilir. Rəqəmsal dəyişiklik, rəqəmsal innovasiya bildiyimiz kimi sənayeni dəyişir, səmərliliyi artırır və bu artımlarla bağlı həm də müvafiq qurumların üzərində bir öhdəçilik, bir məsuliyyət yaradır. Bununla bağlı Dövlət Radio Tezliklər İdarəsinin də üzərinə böyük bir məsuliyyət, yeni vəzifələr qoyulur. Biz rəqəmsal yanaşma ilə öz istiqamət sahələrimizi və bu sahədə istifadəçilərin əldə edə biləcəkləri xidmətləri onlar üçün əlçatan edirik. Yəni fəaliyyətimizdə demək olar ki, rəqəmsal yanaşma, rəqəmsal dəyişiklik bizim də fəaliyyətimiz sahəmizdə genişləndirir, qarşımıza yeni vəzifələr qoyur. Düşünürəm ki, digər sahələrə də bu etdiyimiz işlərlə bağlı irəliləyişlər və əsas təkan verici bir dəstək vermiş oluruq. Aydın, təşəkkür edirəm. Bildiyimiz kimi mayın 17-sində, may ayında Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü qeyd edilir hər il. Bu günlə bağlı bəs nə deyə bilərsiniz? Bəli, çox sağ olun. Bu gün əlamətlər günü olması əslində ilk öncə mən icazə verərsiniz bu əlamətlər günü münasibəti ilə telekommunikasiya sahəsində çalışan və bu sahənin inkişafına öz töhfəsini vermiş bütün mütəxəssisləri ürəkdən, səmimi qəlbdən təbrik edim. Bu sahədə çünki onların fədakar yanaşması ilə əməyi zəhməti sahəsində insanlar arasında məlumat mübadiləsi, kommunikasiya çox rahatlaşmış, asanlaşmış, dünya bir-birinə yaxınlaşmış və ən əsası informasiya, rəqəmsal cəmiyyətin inkişafı sürətini sürətləndirmişdir. Və hesab edirəm ki, bugün bütün rabitə sahəsində çalışan işçilər üçün əlamətlər bir gündür. Günlə bağlı mayın 17-si əsası qoyulub Beynəlxalq Teleqraf İttifaqının, indiki Beynəlxalq Telekommunikasiya İttifaqının əsasının qoyulması ilə bağlıdır. 1865-ci ildən 2005-ci ilə kimi bu günü biz Beynəlxalq Telekommunikasiya günü kimi qeyd etmişik. 2006-cı ildən isə Beynəlxalq Telekommunikasiya İttifaqının qəbul etdiyi qərara əsasən artıq bugün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü kimi qeyd olunmuşdur. Günün keçirilməsinin, günün əsas məqsədi informasiya, kommunikasiya texnologiyalardan ölkələrin, cəmiyyətin istifadə imkanlarının artırılması və həmən texnologiyanın istifadə imkanlarından əhalinin, cəmiyyətin
daha çox faydalanması, həmçinin rəqəmsal fərqliliyin, rəqəmsal uçurumun digər bölgələrdə də aradan qaldırılmasıdır. Əsas burada məqsəd rəqəmsal uçurumun, rəqəmsal fərqliliyin aradan qaldırılması və daha çox texnoloji yeniliklərə təşviq edilməsi və məlumatlıq səviyyəsinin artırılması ilə bağlıdır. Bu istiqamətdə Dövlət Radio Tezliyi İdarəsi də rəqəmsal xidmətləri ilə istifadəçilərini həmişə yeniliklərlə salamlayır. Yəni biz növbətə inşallah qismət olsun, bu haqqda biraz ətraflı növbəti imkan yaranarsa suallara cavab verərik. İrəliyən dəqiqələrdə danışacağıq. Aydındır. Təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio nefrindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün mövzumuz radio monitorinq sahəsində yeni texnologiyaların tətbiqi və əlavə xidmətlərin təşkilidir. Proqramımızın qonağı Dövlət Radio Tezlikləri İdarəsinin rəis müavini Vüsal Kərimovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Səyyar Asan Xidmət. Sifarişli səyyar xidmət nədir? Sifarişli səyyar xidmətlər dedikdə, qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, həmçinin olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər. Səyyar Asan Xidmət. Umid mağazalarında möhtəşəm endirimlər. Neohot su qızdırıcı indi 110 manat deyil, 89 manat. Salvanini bişirmə paneli, soba və aspirator dəsti cəmi 499 manata. Umid, xeyirli alış-verişlər. Telefon 890. Asan Radioda reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Dəniz sahilində villa. Bu arzunuzu yerinə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün bahar təklifi. Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik, golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar tərabəti qatın. Ətraflı məlumat üçün 840. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinc doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. Keramikanız istər kiçik, istər böyük olsun. İstər qranit, istər mərmər olsun. Ceramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq var. Yapışma gücü değil sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Asan Radioda reklam. 050 60 06 100.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radio nefrindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün mövzumuz radio monitorinq sahəsində yeni texnologiyaların tətbiqi və əlavə xidmətlərin təşkilidir. Proqramımızın qonağı Dövlət Radio Tezliklər İdarəsinin rəis müavini Vüsal Kərimovdur. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi Facebook səhifələrində də izləyə bilərsiniz. Daha sonra suallarınızı şərh bölməsinə 070 65 56 100 WhatsApp nömrəsinə yaza və ya 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Vüsal müəllim, radio monitorinq sahəsində əvvəlki dövrlərlə müqayisədə hansı texnoloji yeniliklər tətbiq olunub? Bəli, bu sahədə də digər sahələr kimi olduğu kimi müvafiq yeniləmələr olmuşdur. Çünki bu dövrün tələbinə, zamanın tələbinə uyğun olaraq radio monitorinq sahəsində də bu dəyişikliklərin, bu rəqəmsal innovativ təkliflərin verilməsi, tədbirlərin görülməsi vacibdir. Bu baxımdan ənənəvi radio nəzarət, radio monitorinq üsullarından başqa artıq bizim idarədə bu günləri proqram əsaslı radio nəzarət mərkəzləri var ki, həmən qurğular vasitəsilə mərkəzləşdirilmiş və məsafədən idarə etmə prinsipləri əsas qoyulmaqla istənilən region, istənilən yerində bugün biz efirdəyik. Həmən bizim efirlərimizi bir şəkildə radio qabiliyyətçilər ki var, həmən radio qabiliyyətçilərlə rahat bir şəkildə baxıb dinləmək olar və əsas da burada məqsəd radio monitorinq sahəsində müvafiq işləri optimallaşdırmaq, radio tezliklərdən səmərəli istifadəni tətbiq etmək və səmərəli istifadə dedikdə biz icazəsiz istifadə hallarının qarşısının alınması kimi fikirləri qeyd edə bilərik. Qısaca olaraq onu qeyd edim ki, həmən bu əvvəlki dövrlə müqayisədə indi hazırda tətbiq olunan avadanlıqlar qısa bir müddət ərzində və operativ olaraq rahat günün istənilən saatında 24/7 olmaqla bəli, biz həmən yerdə yayımın vəziyyətinə baxa bilərik. Eynən icazəsiz istifadə olunan radio tezliklərini aşkarlayıb və məlumat bazasına ötürə bilərik. Bu dediyim, sadaldığım bu fikirlər hamısı demək avtonom olur. Həm də burada gözəl, daha vacib bir məqamı qeyd etmək istərdim ki, bu qurulmuş sistem çox kiçik bir enerji sərfiyyatı götürməklə, enerji sərfiyyatı istifadə etməklə avadanlığı istifadə olunur. Həmçinin burada biz ekoloji qorunmanı da əsas götürürük, ekosistemə təsirini də nəzərə alırıq. Günəş panelindən istifadə etməklə həmin avadanlıqlar həm ucqar yerlərdə, həm də heç bir infrastrukturu olmayan bir yerlərdə rahat bir şəkildə istifadə quraşdırıb və istismarını nəzarət etmiş oluruq. Və bunun da əsas üstünlükləri bir daha qeyd etmək istərdim ki, 24/7 olmaqla istənilən vaxt ərzində həmən sistemlərə qoşulub və yaxud da həmən sistemə müvafiq tapşırıqlar verməklə o həmən tapşırıqlar da belədir ki, seçmə üsulu ilə onu götürmək olur. Müqayisə olaraq ilk olaraq yenilikdən başladım, amma ənənəvi üsulla bunu indiki üsulu biz müqayisə etsək, görmüş olaraq ki, ənənəvi üsulda necə idi? Bizim stasionar bugün də fəaliyyət göstərir, düzdür, amma tətbiqdə onlar bir müddət paralel istifadə olunacaqdır. Yəni stasionar ölçmə belədir ki, orada insan əməyi var, insan işçi qüvvəsindən asılılıq var və əlavə olaraq insanın edə biləcəyi xəta var və ölçmənin aparma vaxtları var. Bunlar spesifik bir vaxtlarda aparılır. Amma proqram əsaslı olduqda isə bunu biz proqramlaşdırırıq və günün istənilən zamanında hansı müddətə, hansı zaman çərçivəsində həmən siqnalları, həmən tezlik zolağının, tutaq ki, biz seçirik FM radio siqnallarının 87.5 MHz-dən 108 MHz tezlik zolağı arasında spektri yoxlasın. Əgər həmən tezlik zolağında kənar çıxmalar varsa və yaxud da FM radio yayımın proqramının yayımlanmasında bir kəsintilər varsa, həmən o bizə bildiriş şəklində avtonom sistemə düşmüş olacaqdır. Bunlar hamısı bizdə Dövlət Radio Tezliklər İdarəsində mərkəzləşdirilmiş radio nəzarət mərkəzi var ki, bu məlumatlar hamısı toplum olaraq ora yığılır, analiz, təhlil, müvafiq struktur bölmənin əməkdaşları tərəfindən aparılır və əgər hansısa bir efirdə kənar şüarlanmalar varsa, kənar çıxmalar varsa, bu haqda hesabatlıq tərtib olunub, aidiyyəti üzrə təqdim olunur. Hesab edirəm ki, qeyd etdiyim ənənəvi üsulla müasir üsulda fərq qismən də olsa burada görsəndir. Ənənəvi üsul əsasən
aparılan cihazlarda həm vaxt məhdudiyyəti, həm insan resursunun daha çox məşğul olmasına səbəb olurdu. Amma burada isə biz bir neçə yerdə yox, daha çox ərazini əhatə etməklə ölkə ərazisində radio tezliklərinin istifadəsinə ciddi şəkildə nəzarət etmiş olacağıq. Və bu avtomatlaşdırılmış radio tezlikləri idarəsindən gedir söhbət, yoxsa necə? Bu elə bir ki, proseslərin avtomatlaşdırılmasıdır, fəaliyyətin Burada əsas biz götürürük ki, çünki proqram əsaslı radio qəbul edici qurğular var. Bunlar günəş panelindən istifadə etməklə enerji təminatı alır və avtonom olaraq, tam avtonom olaraq hər hansı bir seçdiyimiz, adətən bu radio qəbul edici qurğular adətən hündür yerlərdə qoyulur. Çünki o belə deyək, radio yayım stansiyalarından, misal gətirim, olan siqnalların qəbulu onun üçün effektiv olsun. Bəli, effektiv olsun ki, biz baxaq ki, hansı RTS-dən, hansı yayım stansiyasından biz yayımları qəbul edirik. Həmcə kənar çıxmalar, icazəsiz istifadə olunan halların daha tez aşkar olması və bu da onu qeyd etmək olar ki, burada artıq həmən yerlərdə bəzən enerji infrastrukturu tam olmur və yaxud da yol infrastrukturu olmur bir şəkildə, amma biz onu avtonom olaraq yerləşdiririk. Yəni burada heç bir enerji təminatından söhbət getmir. Sadəcə bizə orada lazımdır ki, şəbəkə olsun, mobil rabitə şəbəkəsi olsun ki, həmin məlumatı mübadilə etsin mərkəzləşdirilmiş nəzarət mərkəzinə və həmin məlumatlar da artıq orada qeyd etdiyim kimi avtonom olaraq göndərilir. Yəni burada insan əməyinə ehtiyac olmur. İnsan əməyinə məsəl üçün biz belə deyək ki, həm istifadə etdiyimiz kompüterlərdən, həmən stansiyalara, həm də mobil cihazlar üzərindən çox rahat bir şəkildə qoşulub efiri istədiyimiz vaxtı dinləyib nəzarət edə bilərik. Aydındır. Avtomatlaşdırılmış radio tezlik idarəçiliyini daha sadə dildə desək, asan dildə desək, necə izah edərsiniz? Bir də ki, Radio Tezliklər İdarəsi tərəfindən bu istiqamətdə hansı işlər görülür? Avtomatlaşdırılmış idarəetmə sistemi bizdə avtomatlaşdırılmış spektr sistemin artıq tətbiqi işləri davam etdirilir. Bu istiqamətdə proqram təminatı əsas məlumat bazasının toplanması və məlumat bazası üzrə təhlil və analizlərin aparılması və görülən bütün işlərin elektronlaşdırılmasıdır. Əlbəttə elektronlaşma, rəqəmsallaşma bunların hamısının arxasında bir məlumatın qorunması, məlumatın təhlükəsizliyi kimi vardır. Bu baxışlar da hamısı idarə tərəfindən, aidiyyatı mütəxəssislər tərəfindən nəzərə alınmışdır. Mən sizə qısa bir şey deyim. Məsəl üçün avtomatlaşdırma dedikdə hər hansı əvvəlki dövrdə biz bütün məlumatları istifadəçilərdən fiziki kağız daşıyıcılar. Düzdür, bu günlərdə var, amma biz təşviq edirik ki, artıq hər bir şey elektron şəkildə qəbul edək. Həmən məlumatlar isə bizə gəlirdi bir kağız daşıyıcı üzərində yığılırdı. Və burada nə baş verir? Kağız daşıyıcı üzərində məlumat insan faktoru olaraq səhv qeyd oluna bilərdi və yaxud da nəzarət sistemi tam olmaya bilərdi. Bu baxımdan artıq sistem dəyişə-dəyişə Excel cədvəllər, daha sonra isə proqram əsaslı demək proqram təminatı vasitələri tətbiq olunur. Proqram təminatının əsas tətbiq olunanda bir də o qrafik user interfeysi vardır ki, məsələn biz bu günləri desək ki, çünki bunu elektron istifadə edirik, müxtəlif brauzerlərdən həmən sistemlərə giriş imkanlıqları var. Giriş imkanlıqları olduğu halda əgər bu internet şəbəkəsinə çıxırsa, burada məlumat təhlükəsizliyi var. O baxımdan bizdə həmən bu məlumatlar həm də kiber təhlükəsizlik baxımından qrafik user interfeys olmaqla proqram dünyanın aparıcı şirkətlərinin proqram təminatından istifadə olunur və məlumatlar tam qorunur. Əsas da burada məqsəd tam aydın olması üçün qeyd edim, bütün məlumatların elektron qaydada aparılmasıdır. Məsəl üçün biz hər hansı bir şirkətə məxsus radioelektron vasitəni, radio tezliyi QT alırıq. Bu QT aldıqda biz bunu dəftər jurnallarda deyil, Excel cədvəllərdə deyil, proqram əsasında hazırlanmış, yəni proqram təminatı olan bir baza saxlayırıq. Və bu bazada istənilən zaman o məlumat big datanın formalaşması olur ki, bu big data üzərində də verilənlər məlumat nə qədər çox oldusa, təhlil, analiz daha rahat olur. Və bu bizə nə verir? Radio tezliklərdən səmərəli və effektiv istifadəni əldə etməyə imkan şərait yaradır. İstənilən zaman kəsilində məsəl üçün bizim koordinasiya görüşlərimiz olur. Koordinasiya görüşlərində həmən proqram vasitəsini istifadə etməklə Beynəlxalq Telekommunikasiya İttifaqında qeydata alınmış
radioelektron vasitələr, stansiyalar, həmçinin tezliklərin biz reyestrini aparırıq. Və reyestrinə uyğun Azərbaycan Respublikasının xəritəsi üzərində stansiyaların yerləşmə nöqtəsindən, əgər stansiyaların düzgün koordinatı verilibsə, yerləşmə nöqtələrində biz görmüş oluruq. Həmçinin proqram təminatı imkan verir ki, onun əhatə dairəsini, o yayım stansiyanın əhatə dairəsinin, ötürücülərin əhatə dairəsini hesablamağa imkan verir. Amma ənənəvi əvvəlki vəzifə qaydında bunlar çox çətin bir proses idi. Bugün günün tələbi budur və düşünürəm ki, bizim ölkəmiz də radio tezlik idarəçiliyi sahəsində qabağa addımlayaraq proqram təminatını artıq təmin edib və bir şəkildə proqram təminatına adaptasiya, işçilərimizin, əməkdaşlarımızın bir şəkildə adaptasiyası ilə bu işlər görülür və hesab edirəm ki, məlumatların çoxluğu, informasiyanın təhlili, analizi gələcəkdə də bizə imkan şərait yaradacaq ki, radio tezlik resurslarından səmərəli istifadə edə bilək. Aydındır. Bu yaxınlarda Dövlət Radio Tezliklər İdarəsi tərəfindən 2 xidmət səhv etmirəmsə istifadəyə verildi. Bu xidmətin istifadəçilər üçün üstünlüyü nədən ibarətdir? Bəli, bu yaxınlarda bizim demək rəqəmsal xidmətlərin genişlənməsinin davamı olaraq 2 yeni xidmətimiz istifadəçilərə təqdim etmişik. Bu radio tezlik idarəçiliyi işinin təşkili, həmçinin radio və televiziya yayımlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlərin davamı kimidir. Bu çərçivədə Dövlət Radio Tezliklər İdarəsi istifadəçilərə onların ötürücülərinin əhatə dairəsinin radio monitorinqi və əhatə dairəsinin hesablanması xidmətini təklif edir. Bu xidmətlər istifadəçilərə müqavilə əsasında göstərilir. İlk olaraq radio monitorinq xidməti haqqında qısa məlumat verim. Radio monitorinq xidməti mövcud ötürücülərin, mövcud yayım stansiyalarının əhatə dairəsini çıxarıb, radio monitorinq edib, ona uyğun məlumatları biz istifadəçilərimizə təqdim edirik. Əhatə dairəsində həmçinin yəni ötürücünün əhatə sahəsinə uyğun xidmət sahəsi hesablanır, ətraflı hesabatlar istifadəçilərimizə təqdim olunur. Daha sonra tövsiyələr təqdim edirik biz istifadəçilərə, çünki onlar müvafiq texniki tənzimlələr etməklə yayımın, məsəl üçün FM radio yayımını daha çox genişləndirə bilərlər, daha çox keyfiyyətini artıra bilərlər. Bu kimi texniki tövsiyələr verilir. Digər bizim xidmətimiz isə, ikinci bir xidmətimiz isə planlanan və mövcud olan ötürücülərin analog və rəqəmsal radio və televiziya yayım ötürücülərinin əhatə zonasının hesablanması ilə bağlıdır. Burada biz istifadəçilərimizə geniş hesabat təqdim edirik. Bunlar hamısı proqram təminatı üzərindən olur. Yəni əvvəlki xidmətlə müqayisədə burada fiziki ölçmələr olmur. Yəni bizim mobil radio monitorinq stansiyalarımız var ki, onlar əraziyə gedib əvvəlki xidmətdə ölçü aparırlarsa, burada ehtiyac olmur o ölçüyə. Sadəcə olaraq stansiyanın yerləşəcəyi koordinat yerləri verilir. Antenanın asılma hündürlüyü verilir, yerləşdiyi relyef verilir, yerləşdiyi məkan verilir və ona uyğun biz həmən gücdə, həmən çıxış gücündə əhatə zonasını hesablayırıq ki, məsəl üçün bizdə bu Gülüstan radio yayım televiziya stansiyasına qoyularkən bunun əhatə zonası hara kimi getmiş olacaqdır. Və bu kimi xidmətlərlə düşünürəm ki, istifadəçilərimiz bizim Dövlət Radio Tezliklər İdarəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərlər. Bununla bağlı biz mətbuatda, həm də demək Dövlət Radio Tezliklər İdarəsinin veb saytında qısa məlumat vermişik. Amma əlavə hesabat məlumatların şirkətlər radio tezlik istifadəçiləri müraciət edərək xidmətlərimizdən faydalana bilərlər. Aydındır. Az öncə biz danışığımız əsnasında siz qeyd etdiniz ki, Radio Tezliklər İdarəsinin əsas fəaliyyət istiqamətlərindən bir də koordinasiya işlərinin aparılmasıdır. Yəni bu istiqamətdə bu yaxınlarda hər hansı bir görüşün keçirilməsi gözlənilirmi? Bəli, ölkəmizdə istifadə olunan, yayımlanan demək radio və televiziya yayımlarının, stansiyalarının qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyatı üçün koordinasiya görüşləri aparılmalıdır. Bu bizim sərhədyanı ölkələrlə mütəmadi görüşlərimiz olur. İllər ərzində bütün qonşu ölkələr belə koordinasiya görüşləri keçirirlər. Bizim də qonşu ölkələrimizdən koordinasiya görüşləri keçirilmiş və bu növbəti ayımızda, iyun ayında bizim demək Azərbaycan Rabitə Administrasiyası ilə İran Rabitə Administrasiyası arasında koordinasiya görüşünün keçirilməsi planlaşdırılıb. Koordinasiya görüşlərinin biri Bakı şəhərində keçiriləcəkdir.
burada demək analoq və rəqəmsal radio və televiziya yayım ötürücülərinin, yayım stansiyalarının qeydiyyatının razılaşdırılması, briefdə qeydiyyata düşməsi üçün, həmçinin rəqəmsal radio yayımın, məsəl üçün biz bugün dilimizə gətiririk FM radio yayım, artıq Azərbaycan Respublikasında bilirsiniz ki, rəqəmsal radio yayım da fəaliyyət göstərir və rəqəmsal radio yayım əhatə zonasının genişləndirilməsi ilə bağlı Cenevra 06 demək sazişinə uyğun olaraq İran tərəfi ilə bu stansiyaların razılaşdırılması, tezliklərin razılaşdırılması prosesinə start veriləcəkdir. Bundan əlavə, həmçinin sərhədyanı bölgələrdə mobil rabitə xidmətlərinin genişləndirilməsi ilə bağlı və xidmətlərin artırılması ilə bağlı, həmçinin arzu olunmaz roaminqə keçid hallarının qarşısının alınması məqsədi ilə Tehran şəhərində, elə iyun ayında Tehran şəhərində İranın rabitə administrasiya ilə görüş keçiriləcəkdir. Görüşün keçirilməsində əsas məqsəd protokol, imzalanmış protokol qaydalarına, şərtlərinə uyğun mobil rabitə stansiyalarının texniki tənzimləmələri, həmçinin bu günləri yeni nəsil texnologiya, 5G texnologiyasının tətbiqi ölkəmizdə planlaşdırılır və bununla bağlı texniki tənzimləmənin razılaşdırmaları həmən görüşün müzakirə obyekti olacaqdır. Düşünürəm ki, hər iki görüşdə, koordinasiya görüşündə həm FM və televiziya yayımları, həm DAB rəqəmsal radio yayım, həmçinin də mobil rabitə xidmətlərinin ölkəmizdə keyfiyyətli yayımına və keyfiyyətli xidmət göstərilməsi üçün böyük bir fayda olacaqdır. Aydındır. Dövlət Radio Tezliklər İdarəsi tərəfindən hansı elektron xidmətlər göstərilir və bundan istifadəçilərin yararlanma səviyyəsi nə qədərdir? Çox sağ olun. Çox yaxşı bir mövzuya toxundunuz. Bu günləri artıq Dövlət Radio Tezliklər İdarəsində qeydiyyatlı rəqəmsal xidmətlərin davamı olaraq 2 yeni xidmətimiz var. Amma bundan öncə də bizim artıq 2 yeni rəqəmsal xidmətimiz fəaliyyəti var idi. Rəqəmsal xidmətlərimizdə ən çox demək radio bahanələrlə bağlı bir müraciət xidmətimiz var ki, burada demək ayrılmış radio tezliklərə olan maneə təsirlərinə bağlı radio tezlik istifadəçilərimiz bizlərə sorğu göndərirlər. Deyərdim ki, burada aktivlik çoxdur. Bu da normaldır. Çünki müasir dövrün tələbatları radioelektron vasitədən istifadəni artırır. Bütün sahələrdə olduğu kimi radio tezliklərdə də bu məhdud resurs olduğu nəzərə alaraq istər-istəməz bir şəkildə həmən gətirilən, ölkəyə gətirilən radioelektron vasitələr digər istifadə olunan radioelektron vasitələrin işinə, istifadəsinə radio maneə təsirləri yaradır. Burada həm də əlavə fürsətdən istifadə etmək istərdim ki, bəzən olur əhali tərəfindən də quraşdırılan təkrar layihələr olur. Bu mobil rabitə xidmətlərindən bağlıdır ki, əsasən həmən vaxtı onlar məsəl üçün həmin ərazidə mi deyək, binada mı deyək və yaxud da binanın elə bir bu dəqiqə yerlər olur ki, məsəl üçün həmən yerlərdə bəzən olur siqnal səviyyəsi aşağı olur, hansısa mobil operatoruna məxsus və orada siqnalın səviyyəsinin artırması üçün repeaterlərdən istifadə edirlər. Həmən ərazi üçün əgər siqnal səviyyəsi artırsa, eyni zamanda digər bir ərazi üçün o siqnalın yayımında interferensiya halları da baş verir. Bu interferensiya halları da baş verirsə isə digər, məsəl üçün biz belə nəzərdə tutaq ki, qonşu binada artıq mobil rabitə xidmətlərinin keyfiyyəti aşağı düşmüş olur. Mən nə tövsiyə edərdim? Əgər mobil rabitə xidmətinin keyfiyyətindən əhalimiz, insanlar istifadə edərkən zəiflik və ya da siqnalın səviyyəsinin aşağı olmasını hiss edirsə, bu haqda mobil operatorlara müraciət göndərsinlər ki, onlar yerində baxış etsinlər. Yəni əlavə təkrarlayıcı, əlavə repeaterlərin quraşdırılması digər bir ərazidə yaşayan əhalimiz üçün interferensiya halları yaradıb çıxarır ki, bu da mobil rabitə xidmətlərinin keyfiyyətinə təsirsiz ötüşmür. Həmçinin üzr istəyirəm, qısaca bir icazəsiz istifadə hallarında qeyd edim. Bəzən görürsünüz ki, bu radiomaniya halları ilə bağlı bəzən müraciətlər olur. Bu da icazəsiz istifadə hallarıdır ki, radioelektron vasitələr istifadə olunur, düzgün tezliklər köklənmir. Aydındır. Bəs bu xidmət, qeyd etdiyiniz xidmətlərdən istifadə etmək üçün radio tezlik istifadəçiləri hansı mərhələləri keçməlidirlər? Mərhələlər bizim üçün demək istifadəçilər üçün faydalı olması üçün və asan olması üçün, xidmətdən asan olması üçün ilk olaraq qeyd edim ki, video çarx təlimatları hazırlanmışdır, video çarxlarımız vardır. İstifadə deyərdim ki, çox asandır. Həm radiomaneələrlə bağlı müraciət. O həmin video çarxları harda izləyə bilərlər? Bizim elə Dövlət Radio Tezliklər İdarəsinin veb saytında verilib. Oradan link keçib, sosial şəbəkə hesablarımızda var, həmçinin MyGov saytında var. Rahat şəkildə girib portaldan həmin xidmətlərin istifadə qaydalarını öyrənə bilərlər.
bilər. Bir də əlavə qeyd etmək istərdim ki, radioelektron vasitələrin digər xidmətimiz qeydiyyatı və icazə vərəqəsinin verilməsi xidməti ki, bu xidmətin öz gözəlliyi də ondan ibarətdir ki, artıq əvvəllər kağız daşıyıcıda göndərilən məlumatlar bir şəkildə bu günləri bu xidmətlə elektron şəkildə istifadəçilər çox sadə və rahat bir şəkildə Dövlət Radio Tezliklər İdarəsinə ünvanlaya bilərlər. Aydın Vüsal, yavaş-yavaş verilişimizin sonuna çatırıq. Mənim 3 sualım olacaq qısa olaraq. Radio tezliklərdən və radioelektron vasitələrdən icazəsiz istifadə barədə istəyirdim danışardınız. Bu hallar müşahidə olunurmu? Belə hallar hansı problemlərə səbəb olur? Bəli, çox təəssüf ki, bu günlərdə icazəsiz istifadə hallarına rast gəlirik, amma əvvəlki dövrlərlə müqayisədə artıq icazəsiz istifadə halları demək olar ki, azalıb. Bunu bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılmış islahatlar nəticəsində olmuşdur. Belə ki, Radio Dövlət Komissiyasının müvafiq qərarları, təsdiq olunmuş normativ sənədlər əsasında artıq radio tezliklərdən istifadə müvafiq texnologiya üzrə istifadə sadələşdirilmiş, onların qeydiyyatı, uçotu sadələşmiş. Bu baxımdan istifadəçilər artıq bir şəkildə qeydiyyatssız yox, icazəli istifadə halları üstü vermişdir. Amma buna baxmayaraq çox təəssüf ki, bəzi hallarda icazəsiz istifadə halları da vardır ki, bunlar da inzibati xətanın törədilmə hallarına görə inzibati məsuliyyət yaradır. Bəs bununla bağlı qanunvericilikdə hər hansı bir inzibati cəza nəzərdə tutulubmu? Var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362.3-cü maddəsi, 363.2-ci və 363.3-cü maddələrinə əsasən inzibati xəta törədilmə hallarına görə inzibati məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikasının demək telekommunikasiya haqqında qəbul edilmiş Azərbaycan Respublikasının qanununa əsasən radio tezliklər dövlətə məxsusdur və onun istifadəsi üçün mütləq şəkildə qeyddən keçib icazə almaq lazımdır. Və belə hesab edirəm ki, inzibati xəta tədbirləri həmçinin əlavə bir şey də burada fürsətdən istifadə edin, qeyd edim. İcazəsiz istifadə halları sabah həmən istifadəçilərin həmən tezlik resurslarından rahat istifadə və ya da təmiz onun istifadəsinin məhdudlaşmasına səbəb olacaq. Çünki bu günləri onu istifadə edir. Və o ora hər hansı bir sərmayə qoyur, bir xidmət göstərir. Amma sabahları o həmən tezlik resursundan istifadə ilə bağlı müraciət etdikcə həmən tezlik resursu artıq başqa istifadəçiyə təyin olunacaqdır və onun istifadə etməsi çətinləşəcəkdir və yaxud da məhdudlaşacaqdır. Və bu da nəyə gətirib çıxacaqdır? Artıq o bir şəkildə həmən istifadəçi artıq bir avadanlığı alıb, bir şəbəkə qurub, onun qoyduğu investisiya, onun qoyduğu xərc artıq itmiş, batmış olacaqdır. Ona görə təklif edərdim ki, həm inzibati xətadan yayınmaq, həm də belə halların rastlaşmamaq üçün Dövlət Radio Tezliklər İdarəsinə müraciət etməlidir və qeydiyyatdan keçib icazəli istifadə etməyə üstünlük verilmək lazımdır. Son olaraq növbəti illər üçün Dövlət Radio Tezliklər İdarəsinin strateji inkişafına dair əsas hədəflər nədən ibarətdir? Bunu da qeyd edərdiniz. Bəli, əsas hədəflərimiz bizim davamlı inkişafımızdır. Davamlı inkişafla sahə üzrə əsas bizim fəaliyyət istiqamətimiz nədir? Məhdud resurs olan radio tezlik resursundan səmərəli və effektiv istifadəni təmin etməkdir. Əsas bizim işimiz bundan ibarətdir ki, icazəli radio tezlik, radioelektron vasitələr olsun, icazəli istifadə olunan radioelektron vasitələrin maneə təsirləri olmasın. Bu istiqamətdə də bizim fəaliyyətimiz əlbəttə rəqəmsal texnologiyadan istifadə etməklə, innovativ həllər təklif etməklə, tətbiq etməklə biz sahəmizdə bu səmərələşdirici işləri görməklə radio tezlik istifadəçilərinə daha keyfiyyətli xidmət göstərmiş olacağıq. Aydın Vüsal müəllim, təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio nefrindən rəqəmsal dialoq verilişini eşitdiniz. Bugün radio monitorinq sahəsində yeni texnologiyaların tətbiqi və əlavə xidmətlərin təşkilindən danışdıq. Proqramımızın qonağı Dövlət Radio Tezliklər İdarəsinin rəis müavini Vüsal Kərimov oldu. Aparıcı isə mənəm, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Asan Radio 100 FM. Bir sual, bir cavab buraxılışını FAB Akademiyası təqdim edir. İlfan boruları nəyə görə sərfəlidir? FAB Akademiyası bildirir ki,